Salam, hər vaxtınız xeyir. Bugünkü mövzumuz samitlərin mövzu izahı olacaq. İlk öncə başlayaq. Samitlər iki yerə bölünür. Cinciltili və kar samitlər olaraq iki yerə bölünür. Ümumiyyətlə, samit hərfimiz olaraq 23 samit hərfimiz var. 25 isə səsimiz var. Bəs yaxşı, bunlardan fərqlilik yaradan hansılardır? Onlar haqqında da məlumat verək. Cinciltili samitlərimiz 14 cinciltili samitimiz var. 11 dənə isə kar samit səsimiz var. Bunlar 25 olan, yəni 2 dənə olan səbəb hansıdır? Bunlardan biri K-nin, K hərfinin K kimi olmasıdır. K kimi tələffüz olmasıdır. Bir də X iştirik səsinin, ix, yəni səsinin olmasıdır ki, bunu 25 edir. Ondan sonra keçək hansılara? Yəqin ki, samitlərimizin növlərini artıq tərkibini hər kəs bilir. Bunu bir də təkrar etməyimizə ehtiyac yoxdur. Əgər bunun da rahat bir yolunu bilmək istəyirsinizsə, seçməkdə çətinlik çəkirsinizsə, kar samitləri bu üsulla yadda saxlaya bilərsiniz ki, Faxi, Paşa, çox hasta. Bu yolla yadda saxlaya bilərsiniz ki, burada həm xıştirik, eyni zamanda həm də kıştirik formasında da olur. Buradakı bu cümlədəki söz hərflərin hər biri kar samitlərdir və bu formada yadda saxlaya bilərsiniz ki, nələr var, nələr yox içində. Sonra biz samitlər haqqında nə edək? Burun samitləri hansılardır? Boğaz samitləri hansılardır? Bunlar haqqında məlumat verək. Aha. Burun samitlərimiz M və N samitləri, burun samitləri, H samiti, boğaz samiti, V və F samiti isə dodaq diş samiti adlanır. Dodaq diş samiti. Samitlərimizin tərkibində ümumilikdə 5 dənə samitimizin qarşılığı yoxdur. Bunlardan dördü cinciltilidir, biri isə kardır. Hansılardır? L, M, N, R. Samitlərimizin kar qarşılığı yoxdur və bu samitlərə sonor samitlər deyilir. X samitinin isə cinciltili qarşılığı yoxdur. Bu sonor samitlər qrupuna daxil deyil. Yəni bu sadəcə boğaz samitidir və bunun cinciltili qarşılığı yoxdur. Sonra keçək indi isə samitlərin hansının necə yazılması və tələffüz olunmasıdır ki, neçə cür olur. Bunlardan hansıdır? Ç hərfi ilk öncə başlayaq. Ç hərfi 5 cür yazılıb tələffüz olunur. Hansılardır? Birinci halı elə Ç kimi olaraq olur. İkinci K versiyasıdır. Üçüncü İ kimi. Sonra Y kimi. Bir də C kimi bölünür. Aha. Hansılardır? Başlayaq. Burada K, Ç başda gəldiyi zaman, məsələn, kənd sözü. Başda gəlib, elə kənd olaraq da tələffüz olunur. K səsi isə həm sözün başlanğıcında, həm sonunda, həm ortasında hər tərəfli ola bilər. Son hecalarında, yəni sonunda yox, son hecasında. Yəni sözün həm orta, həm də son hecasında tələffüz oluna bilər. Məsələn, bunu deyə bilərik. Kapitan, məsələn, Ç ilə yazılır, lakin tələffüzdə biz bunun başına ştrix qoymasaq, bu zaman olur, bu Ç kimi tələffüz olmağa başlayır. Yəni bu olacaq kapitan. Sonra buna kartof sözünü də deyə bilərik. Kartof başda gəlməsindən. Sonra ortada gəlməsindən oktyabr sözünü deyə bilərik. Oktyabr. Tələffüz zamanı burada gördüyünüz kimi belə olur. Sonrasında Ç-nın ilk kimi tələffüz olunma versiyası da var. Bunlar necə olur? Onu da deyim. Əgər sözün sonunda gələn Ç-nın elə bax, ləçək sözü Ç ilə yazılır, lakin tələffüz zamanı necə olacaq? Ləçək. İlklə tələffüz olunacaq. Məsələn, çörək yazılacaq. Tələffüz zamanı necə olacaq? Çörək. Bu formada tələffüz olunur. Bəs yaxşı, Y kimi nə vaxt tələffüz olunur? Y kimi sözdən sonra saitlə başlanan şəkilçi gələrsə, bu zaman Ç, Y əvəzlənməsi olur. Məsələn,
Çörək yazılır. Bir də i şəkilsi artıraq. Çörəki olmayacaq ki. Elə tələffüzdə də, yazılışda da çörəyi olacaq. Lakin samitlə başlanan şəkilsi gəlsə, bu zaman elə ç olduğu kimi qalacaq. Məsələn, gəlin çörəkdən, dandan artırdıq. Tələffüz zaman necə olacaq? Elə çörəkdən olaraq da qalacaq. Çörək yox, ç olmayacaq, ich olacaq. Çörəkdən. Deməli biz sözdə nəyə fikir verməliyik? Özündən sonra samitin yoxsa saitin gəlməsinə. Burada baxsaq, samit gəldiyi üçün ich səsi olaraq dəyişdi ki. Dan gəldiyi üçün. Lakin sait gəldiyi üçün y olaraq qaldı. Yəni testlərdə qarşımıza çıxır. Ç, y əvəzlənməsi baş verir. Baş verir axtarırıqsa, o zaman həmin sözə saitlə başlanan şəkil çıxarırıq və bunu o formada tapırıq. Lakin desək ki, əvəzlənmə baş vermir. Bu zaman samitlə başlanan şəkilçinin olduğu və ya samitlə başlanan söz gəldiyi yeri axtarırıq. Bu formada tapırıq. Yaxşı, c nə vaxt olur? C-ni isə qoşa samitli sözlər gəldiyi zaman demək olar, indi də deyə bilərik. Əgər 2 dənə ç samiti gəlibsə, bunun birincisi ç olur, ikincisi c-ya dəyişmə olur. Bunu Məkkə sözündə deyə bilərik ki, 2 formada gəlir, 2 dənə ç gəlir. Məkkə formasında dəyişir. Buna mütəkkə də deyə bilərik. Sonra bu formada gedə bilər. Təfəkkür ola bilər, 8 söz ola bilər və s. bu formada gedir. Buradan bir qeyd də deyim sizə ki, mən bəzi sözlərimiz var ki, şəkilçilərimiz var ki, kar və keş şəkilçiləridir. Bu şəkilçilər sözə qoşulduğu zaman heç bir dəyişiklik olmur. Yəni c ilə əvəzlənmə, dəyişiklik heç bir şey olmur. Məsələn deyək, sənətkar yazılır. Elə sənətkar olaraq da deyilir. Heç bir dəyişiklik yoxdur. Sonra keşə isə zəhmətkeş deyə bilərik. Zəhmətkeş yazılır. Elə zəhmətkeş olaraq da deyilir. Yəni burada heç bir c əvəzlənməsi olmur. Sonra biz buradan keçək. İndi isə q hərfinin haqqında danışmağa. Q hərfimiz isə 4 cür tələffüz səs forması var. Q kimi qalır. Sonra K kimi qalır. K kimi olur. Sonra X kimi. Sonra bir də Ğ kimi. Bunlar haqqında deyək indi. Baxaq, Q-nın həm sözün ortasında, həm sözün əvvəlində bu formada, yəni həm də bəzi hallarda, yəni sözün sonunda ilə Q kimi qala bilər. Bunun bir problemi yoxdur. Lakin bunu deyək də elə qala sözü, qardaş sözü, qələm sözü və s. bunlar hasandır. Bəs K kimi nə vaxt olur? K kimi Q-dan sonra əgər çar samit gələrsə, bu zaman K kimi tələffüz olunur. Məsələn, buna nəyi deyə bilərik? Məqsəd sözünü deyə bilərik. Məqsəd. Burada görsəz, Q-dan sonra S məqsəd, hə. S çar samiti gəlib və bu zaman tələffüz zamanı necə olacaq? Məqsəd K-ya keçəcək. Yəni Q-dan sonra gələn samitimiz çardırsa K olaraq dəyişir. Lakin cinciltilidirsə elə Q olaraq da qalmağa davam edəcək. Məsələn, miqyas sözünü yazaq. Miqyas. Y cinciltili samiti gəlib, elə miqyas olaraq da qalır. Dəyişiklik olmur. Bu hissəni yəqin ki, başa düşdük. Buradan da bir səssizlik olmaz. Sonra biz Q haqqında nə deyə bilərik? Q-nın X kimi tələffüz olunması. Q samiti sözün sonunda gəldiyi zaman əsasən milli sözlərimizdə olur və çox hezalı sözlərdə olur. Bu sözümüz X kimi sonda gələn Q X kimi tələffüz olunur. Məsələn, bayraq. Tələffüz zamanı necə olacaq? Bayraq. Və ya qonaq necə olacaq? Qonaq. Bəs bu nə vaxt dəyişiklik olur? Necə olur? Q nə vaxt, X nə vaxt olur? Ğ nə vaxt olur? Əgər sözümüz elə sadə bu formadadırsa, elə X olaraq tələffüz olunur. Lakin özündən sonra elə samitlə başlanan şəkilsi gələrsə, bayraqdan. Tələffüz zamanı elə X olaraq da gələcək. Bayraqdan olur. Lakin tələffüz zamanı və yazılış zamanı saitlə başlanan şəkilsi gəlirsə, Q-ya keçəcək. Məsələn, bayrağa.
Saitlə başlanan şəkildə gəldi və ya söz gəldi, fərqi yoxdur. Bu zaman q olacaq. Deməli, yenə eyni qaydanı və yaxud da ç, y əvəzləməsinə dediyimiz kimi, əgər sözdə bizə testdən q əvəzlənməsini istəyirsə, bu zaman nə etməliyik? Həmin sözə biz saitlə başlanan şəkilsə artırmalıyıq. Əgər uyğun gəlirsə, məsələn, bayraq, bayrağa, sonra buradan deyə bilərik qonaq, qonağa. Bu formada sözlər var ki, bu sözlərə saitlə başlanan şəkilsi artırırsan, q ilə əvəzlənmə oldusa, cavabımızı rahatlıqla götürə bilərik. Sonra bayaq ç hərfində bir şey deməmişdim. Ç hərfində bəzi sözlərimiz var ki, məsələn, şərik sözüdür, türk sözüdür, tək tək, ondan sonra yük, sonra kürkdür. Bu sözlərdə özündən sonra saitlə başlanan şəkilsi gəlsə də, elə olduğu kimi ki olaraq da qalırlar. Məsələn, şərikin, türkün, təkin, yükün, kürkün. Tələffüz zamanında, yazdırış zamanında elə ki olaraq da qalırlar. Heç bir dəyişiklik olmur. Sonra Q'nın k kimi olmaq halı da var ki, bu hansı sözlərdə olur? Bunu da qeyd eləyək. Q'nın k kimi olması. Məsələn, üfüq sözü var. Üfüq yazılacaq, lakin tələffüz zamanı necə olacaq? Üfüq. K-ya keçəcək söz sonunda. Məntiq yazılır. Tələffüz zamanı məntiq k-ya keçir. Sonra pedaqoq sözü var. Burada da olacaq k ilə. Pedaqoq, qoq, k sondakı olacaq. Sadiq sondakı necə olacaq? Q, sadiq formasında dəyişir. Buna da samitlə başlanan şəkilsi artırdığımız zaman k olaraq qalır. Məsələn, üfüqdən yazılacaq. Tələffüz zamanı üfüqdən olur. Samitlə başlanan şəkilsi artırdığımız zaman. Lakin saitlə başlanan şəkilsi artırdığımız zaman üfüqün olur. Q olaraq dəyişir. Yəni ğ-ya və ya x-ya olmur. Yəni deməli Q-nın k kimi də əvəzlənməsi olur. Bu samitlə başlanılan şəkilsi gəldiyi zaman bəzi sözlərdə olur. Q-nın elə Q olaraq da saitlə başlanan şəkilsi gəldiyi zaman da qalma halı da olur. Bunu da göz önündə olsun. Sonra biz keçək indi qoşa samitli sözlərə. Qoşa samitli sözlər iki yerə bölünür. Eyni cinsli qoşa samitli sözlər, bir də müxtəlif cinsli qoşa samitli sözlər. İlk öncə eyni cinslilərdən başlayaq. Hansılardır? Bundan biz hansını deyək? Ç, sonra t, p, sonra bir də ç demişdik. Hə, qı, bir də y. Bu y-ını saxlayırıq, axırda deyərik. Y-ını axırda deyərik. Ç-da necə olur? Birinci ç olduğu kimi qalır, ikinci c-yə keçir. Birinci t-da necə olur? Birinci t olduğu kimi qalır, ikinci d-ya keçir. P-da birinci p qalır, ikinci b-ya keçir. Q-da isə fərqlidir. Birinci k-ya keçir, ikinci q olaraq qalır. Hərəsinə bir misal, bayaq məsələn buna Məkkə sözünü demişdik. Bunu yəqin ki yadda qaldı. Məkkə olur. T-da məsələn buna nə deyək? Hətta sözüdür ki, hətta sözüdür ki, bu olacaq hətta. Bu formada dəyişir. Sonra p-ya necə olacaq? Məsələn, toppuz sözüdür ki, toppuz dəyişir olur. Toppuz. Yəni bu-ya dəyişəcək. Q-da isə doqquz olaraq yazılır. Doqquz olaraq tələffüz olunur. Bəs y necədir? Onun da qaydasını sizə deyim. Y-da isə y samiti, əgər sözü iki y qoşa samit sözün kökündə gəlibsə, bu zaman heç bir düşüş olmur. Lakin iyyət şəkilsinin içində gəlibsə, iyyət ikidir. Şəkilsinin içində gəlibsə, y-nın biri düşür. Buna nə edək? Məsələn, səyyah sözü. Səyyah. Burada sözün kökündə gəlib və heç bir düşmə olmayacaq. Elə tələffüz zamanda səyyah olaraq qalır.
Amma İyaz şəkilçisinə gəlin misal çəkək. Kəşfiyyat sözü olsun. Kəşfiyyat. Burada sözün kökü kəşf, iyyat leksik şəkilçisidir. Gördüyünüz y şəkilçisi iyyat şəkilçisinin içində gəlib və tələffüz zamanı kəşfiyyat formasında olur. Həm f, v əvəzlənməsi olacaq, həm də y-nın biri düşəcək. Burada da həm kəmiyyət, həm də keyfiyyət dəyişikliyini görmüş oluruq. Sonra bəzi sözlərimiz var ki, Y samiti sözün kökündə gəlsə də heç bir dəyişiklik olmur. Yəni sözün kökündə gəlir, lakin düşmə olur. Bu istisna hallardır. Hansı sözlərdir? Vəziyyət sözüdür. Vəziyyət. Məsələn, bu sözün kökü elə vəziyyətdir, lakin tələffüz zamanı y-nın biri düşəcək, olacaq vəziyyət. Buna səhiyyə sözünü də deyə bilərik, səciyyə sözünü də deyə bilərik, vəsiyyət sözü, səciyyə. Yəni bunun y-nın biri düşür. Səhiyyə. Sonra vəsiyyət, sonra səviyyə və sair bu tipli sözlər var ki, sözün kökü bu formada olmağına baxmayaraq tələffüz zamanı y-nın biri düşür. Bunu da belə qeyd etmiş olam. Sonra bəzi samitlərimiz var ki, onlar isə heç bir dəyişiklik olmur. Qoşa gəlmələrinə baxmayaraq onlarda düşmə və ya əvəzləmə prosesi olmur. Bunlar hansı samitlərimizdir? Qoşa b-b, c-c, d-d, l-l, m-m, r-r, n-n, sonra v-v, z-z, s-s, sonra ş-ş və sair. F-f, bunu da deyək, hə, f-f. Və bunlar gəldiyi zaman bunlarda heç bir dəyişiklik olmur. Təbii ki, istisna məqamlar ola bilər. Amma heç demək olar ki, çox vaxt olmur qoşa gəldiyi zaman. Məsələn, b-b-yə bir misal çəkək. Abbas. Tələffüz zamanında olduğu kimi qalacaq. C-yə bir misal çəkək. Təəccüb. Tələffüz zamanı necə olacaq? Ənin biri düşəcək, c-nın olduğu biri düşür, digəri uzanır və c-lar olduğu kimi qalır. Heç bir dəyişiklik olmur. L-lı da eyni qayda ilə, d-dı da eyni qayda ilə olur. Sonra bəzi sözlərimiz var ki, tək hecalı sözlərdir. Tək hecalı sözlərdir və bayaq göstərdiyimiz, hal-hazırda elə bu göstərdiyimiz samitlərdən onların içində gəlir. Onlara əgər samitlə başlanan şəkildə artırılırsa, bu zaman dəyişmə, yəni olur ki, necə? Hərflərdən həmin o qoşa gələn hərflərdən biri düşür. Məsələn, hansıdır? Fən sözü. Gördüyünüz qoşa n-nə gəldi. Buna bir lar-lər şəkilçisi artıraq. Tələffüz zamanı necə olacaq? Fənlər. Yəni buradakı n-nın biri düşür, l n ilə əvəz olunur və olur fənlər formasında tələffüz olunur. Buna məsələn sir sözünü deyə bilərik. Sirlər yazılacaq ikili ilə. Lakin tələffüz zamanı necə olacaq? Sirrər formasında olur. R-nın biri düşür, l r kimi tələffüz olunur və olur sirrər. Burada da gördük fərqi. Sonra buna başqa bir misal da çəkə bilərik. Xəttdən sözü ola bilər. Xət, gördüyünüz kimi 2 t ilə yazılıb. Xətdən. Tələffüz zamanı necə olacaq? Xətdən. Yəni d-nın biri düşür, d-nın biri düşür, t-nın biri düşür və xətdən olaraq qalır. Bu samitlə başlanan şəkilçi artırılma halına aiddir. Bəs yaxşı, saitlə başlanan şəkilçi necə olur? Artırılan necə olur? Olduğu kimi qalır, heç nə olmur. Sirri. Fənnəm. Tələffüz zamanında elə samit, qoşa samitlər olduğu kimi qalacaq. Heç bir dəyişiklik olmur. Fənnəm. Deməli bizə ümumiyyətlə bu samitlər bölməsində diqqətimizi çəkən nə var? Sözə özündən sonra gələn sözdə, sonra gələn sözə və ya özündən sonra qoşulan şəkilçiyə baxmaq lazımdır ki, həmin söz və ya şəkilçi samitlə başlayır, yoxsa saitlə başlayır. Buna baxdığımız zaman artıq istədiyimiz cavabı ala bilirik biz rahatlıqla. Sonra nələr deyə bilərik? Bəzi sözlərimiz var ki, bunu indi dedik, eyni cinsli qoşa samitli sözlər haqqında dedik. İndi müxtəlif cinsli qoşa samitlər haqqında danışaq. Bunlar hansılardır, necə olur?
Sözün ortasında bəzən yanaşı gələn çar samitlərdən ikincisi çox zaman cingiltili tələffüz olunur. Məsələn, iki dənə qoşa çar samit gəlir. Bundan həmişə demək olar ki, çox vaxt ikincisi cingiltili qarşılığına dəyişir. Məsələn, taxta sözünü yazaq. Taxta. Burada fikir versək ki, həm f, həm t çar samitdir. Qarşılığına dəyişəcək ikinci. Necə olacaq? Taxta. Buna məsələn məxfi sözünü deyə bilərik. Məxfi olaraq yazılacaq. Həm f, həm v çardır. Qarşılığı necə olacaq? Necə dəyişəcək? Məxvi olaraq dəyişir. Sonra bunun başqa bir halında deyək. Bu birinci olaraq qeyd edeyim. İkinci hal necədir müxtəlif cinslərdə? Müxtəlif cinslərdə bəzi sözlər var ki, n ilə yazılır. Lakin özündən sonra m, b və ya m samiti gəldiyi zaman n samiti m-ya keçir. İndi mən misalla deyim, daha yaxşı başa düşəcəksiniz. Məsələn, dinməz sözü. Dinməz. Burada n-dan baxın. N-dan sonra m gəlib. Tələffüz zamanı dinməz olacaq. N m-ya keçər. Sonra buna başqa hansını deyə bilər? Günbəz sözünü. N ilə yazıldı. N ilə yazıldı. N-dan sonra b gəlib. Yuxarıda qeyd etdiyimiz, burada qeyd etdiyimiz. B gəlib və tələffüz zamanı necə olacaq? Günbəz. M-ya keçir. Burada da bunu qeyd etməyiniz gözlənilir. Sonra amma bunu da qeyd olaraq yazın ki, bəzi sözlərimiz var ki, elə m ilə yazılırlar, m ilə də tələffüz olunurlar. Yəni bunu qarışdırmağa ehtiyac yoxdur. Məsələn, hansı sözdür? Kömbə m ilə yazılır, elə m ilə də tələffüz olunur. Hambal, sonra qumbara, sonra pambıq, lampa, sonra amper, bomba, kompas və sair. Bu tipli sözlərin hər biri qayda kitablarında var. Bunlar hamısı m ilə yazılırlar. M ilə. M ilə yazılır. Elə m ilə də tələffüz olunurlar. Yəni heç bir dəyişiklik olmur. Sonra bir neçəsində deyək, ondan da dərsimiz yekunlaşır. Bəzi sözlərimiz var ki, h-t birləşməsi olur bəzi sözlərdə. H-t. Bu birləşmədə nə zaman dəyişiklik olur, nə zaman dəyişiklik olmur. Baxaq. Bu sözlərdə bax möhtərəm sözüdür. Məsələn, möhtərəm. Dəyişiklik olacaq. Bu söz olacaq möhtərəm. Yəni öz qarşılığına keçəcək t hərfi öz qarşılığına keçir. Yəni h d kimi tələffüz olunacaq. Möhtərəm. Möhtəşəm də deyə bilərik buna. Bəs dəyişməyən hal nə vaxtdır? Məsələn, ehtimal sözüdür. Ehtimal. Bu sözdə dəyişiklik olmur. Yəni tələffüz zamanı ehtimal deyilmir. Elə ehtimal olaraq da qalır. Sonra ehtiram ola bilər. Ehtiram. Bu da elə t ilə qalır. Heç bir dəyişiklik olmur. Ehtiyac, ehtişam bu tipli sözlərdə də olduğu kimi qalır. Buna da vəsair deyək. Sonra bəzi sözlərimiz var ki, bu sözlərimiz v ilə yazılır, lakin f ilə tələffüz olunurlar. Hansılardır? Yəni v, f əvəzlənməsi olur. Bunlar hansılardır? Deyək. Avtomat. Avtomat. Burada məsələn dəyişiklik necə olacaq? Av, ta, mat formasında dəyişiklik olur. Həm v burada p-ya keçəcək, həm də o saiti a saitinə keçəcək. Burada deməli kəmiyyət yox, keyfiyyət dəyişikliyi baş verir artıq. Bunu da buradan qeyd edək. Sonra bəzi sözlərimiz var ki, o sözlərdə s-t, sonra ş-t, sonra f-t kimi birləşmələr olur və bu zaman burada gələn sözdə hərflərə düşmə olur. Məsələn, hansılardır bunlar? Bunları nəyə deyə bilərik?
Məsələn, rastlaşmaq sözünü deyək. Rastlaşmaq. Burada necə olacaq? Rastlaşmaq. Artıq bax bura t düşmüş olur. T düşmüş olur. Yoxdur bax. Yoxdur burada. Yəni t'mız yoxdur. Bu formada gedir. Sonra bəzi sözlər var. Məsələn, f-tıya deyək. Neftçi yazılır. Tələffüz zamanı neftçi olur. Artıq t-nın düşməsi olur. Yəni belə birləşmələrdə t düşür. Bu formada qalır. Sonra ümumiyyətlə bu qədər uşaqlar. İnşallah qalan hissələrə isə test üzərindən baxarıq.